Salam, bugünkü mövzumuz dünyanın siyasi xəritəsində yerləşən dövlətlər və onların inzibati ərazi quruluşu haqqında olacaqdır. Deməli, inzibati ərazi quruluşuna görə dövlətlər iki yerə bölünür: federativ və unitar. Unitar sözünün mənası vahid, tək deməkdir. Yəni dövlətlərin müəyyən konstitusiyası, qanunverici və icraedici hakimiyyətləri mövcud olur. Federativ dövlətlərdə isə federativ sözünün mənası ittifaq, birlik deməkdir. Burada vəziyyət tamamilə fərqlidir. Dövlətlər müəyyən qanunverici, icraedici orqanlarından başqa, həmçinin bununla yanaşı özünü idarə edən muxtar ərazi vahidləri də olur ki, onların da müəyyən məhkəmə hüquqları, icraedici, həmçinin qanunverici orqanları olur. Amma federativ dövlətlərdə belə deyək, özünə məxsus bir xüsusiyyət ondan ibarətdir ki, onun paytaxtı, vətəndaşlığı, konstitusiyası, gerbi, bayrağı olsa da, amma suveren olmadığı üçün xarici siyasət əlaqələri, yəni xarici siyasətdə belə deyək də, müəyyən məhdudiyyətlərlə qarşılaşır. İndi isə dünyanın siyasi xəritəsində olan federativ və unitar dövlətlərin yerlərini göstərək siyasi xəritədə. Asiya qitəsində olan federativ dövlətlər. Onu da deyək ki, dünya dövlətlərinin əksəriyyəti unitardır. Yalnız bir qismi, kiçik bir qismi isə federativdir. Deməli, İraq, daha sonra Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistan, Nepal, həmçinin Myanma və Malaziya Asiya qitəsində yerləşən federativ tipli dövlətlərdir. Avropada yerləşən federativ tipli dövlətlərə Rusiyanın özü, daha sonra Almaniya, AFR, yəni Belçika, Avstriya və burada 23 rəqəmi ilə göstərilmiş bir Bosniya və Hersegovina və bir də İspaniya aiddir. Afrika qitəsində isə federativ dövlətlərin sayı nisbətən çoxdur. Bunlara Sudan, Cənubi Sudan, Efiopiya, Somali, Tanzaniya, həmçinin Nigeriya və yeganə inkişaf etmiş dövlət olan Cənubi Afrika Respublikası və bir də Hind okeanında yerləşən Komor adaları dövlətləri də bura aiddir ki, federativ inzibati ərazi quruluşuna malikdir. Amerika qitəsində isə Şimali Amerika materikində Kanada, ABŞ, Meksika və burada deməli Mərkəzi Amerika ərazisində Saint Kitts və Nevis, Cənubi Amerika materikində Venezuela, Braziliya, Argentina dövlətləri federativ ərazi quruluşuna aiddir. Avstraliya qitəsində isə belə deyək, materikində Avstraliyanın özü və Mikroneziya dövlətləri deməli inzibati ərazi quruluşuna görə federativ hesab edilir.